Hər vaxtınız xeyir olsun, hörmətli müştərilər. Bizim bir mənzilimiz satışa çıxdı. İstəyirəm mənzilin yerləşdiyi yer barədə sizə qısa bir məlumat verim. Mənzil yerləşir Heydər Əliyev prospekti ilə Ağa Nemətullah küçəsinin kəsişdiyi tində, Nərman Nərmanov metrosuna 150 metr məsafədə, 15 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2-dən 3-ə düzəlmiş 95 kvadrat bir mənzilin birbaşa təqdimatına başlayıram. Bəli, bu bizim mənzilimizin əsas giriş qapısı, elektrik şiti, internet xətti, damafonu, girişdən solda mənzilin sanuzeli, mətbəxi, böyüklər üçün yataq otağı, mənzilin zalı, bir də kiçiklər üçün yataq otağı. İndi biz keçid alırıq mənzilin mətbəxinə. Bəli, bu mənzilin mətbəxidir. Yerimiz təbii ki, isti poldur. Burada lüstrlar öz yerində, boralar, kondisioner, pərdələr, hər bir şey öz yerini alıbdır. Hörmətli müştərilər, bu mənzilin təmirini şəxsən mən özüm başlayıb, mən özüm tamamlamışım. Yəni, bütün işin keyfiyyətinə mən özüm qarantiya verirəm. İndi isə bu tökmə mərmərdir, üst tökmə mərmərdir. İkili moyka, təbii ki, İtaliya burada öz sözünü demiş olur. Qaz peçimiz, espiratorumuz, Almaniyanın brendi olan Bosch firmasından bizim mikrovolnovka duxovkamız öz yerində, soyuducunun yeri, təbii ki, yaddan çıxartmamışıq. Biz qab yuanla, partal yuanla yeri tam suyu, kanalizasiyası hamısı çəkilib. Mətbəxdən isə balkona biz keçə bilirik. Burada da kondisionerlər, kombi öz yerini tutubdur. İsti polda davam edir evin girişinə tərəf. İndi keçirik biz evin yataq otağına, əsas yataq otağına. Burada da 20 kvadrat yataq otağı sizə təqdim edirəm. Lüstrlar, boralar, kolçalar, pərdələr, kondisionerlər hamısı öz yerində. Pəncərələrimizin qabağı mərmərdir, radiatorlarımız Polşa istehsalıdır. Və burada isə siz ceviz görürsünüz. Onu da nəzərinizə çatdırım ki, bizim polumuz bambuk parketdir. Və burada 2 taylı dolab, böyük və kiçik paltarlar üçün işıqlı bir dolab yığmışıq. İndi isə sizə zalı təqdim edirəm. 24 kvadrat olan bir zaldır və burada bizi möhtəşəm bir lüstr qarşılayır. Burada da yataq otağında olduğu kimi pərdələr, lüstrlar, gizli işıqlar, spotlar, kondisioner, hər bir şey öz yerini alıb. Hörmətli müştərilər, mən videonun əvvəlində sizə dedim ki, 2-dən 3-ə düzəlmə. Ona görə həmən o balaca yataq otağının pəncərəsi bizdə zala baxır. İndi həmən otağına mən sizi tanış edəcəyim. Burada da 11 kvadrat bir yataq otağı. Telefon pult qoymaq üçün burada ikili yuvalar yerləşdirmişik. Və divar bərabəri 3 taylı axıra kimi içi işıqlı bir dolabımız var. Uzun və qısa paltarlar üçün. İndi isə sonda mən sizi mənzilin sanuzelindən tanış edib, sonra qiyməti sizə deyəcəm. Burada hələ ki sanuzelin gizli effektlərini yandırmışam mən. Dedim, effektlər də görə biləsiniz. Və mənzildə, sanuzeldə moydadır, unitaz, tünd rəngdə olduğu üçün tünd kafeldən də dekordan istifadə eləmişik. Yuxarı isə şüşə şəbəkədir. Və burada sabun, şampun üçün içərisi işıqlı və digər əşyalar qoymaq üçün içərisi işıqlı yuvalar hazırlamışıq. Biz gəldik videomuzun sonuna. Dediyim kimi təzədən nəzərinizə çatdırım ki, mənzil
Heydər Əliyev prospekti ilə Ağa Nemətullah küçəsinin kəsişdiyi tində Nəriman Nərimanov metrosuna 150 metr məsafədə 15 mərtəbəli binanın 5-ci mərtəbəsində 3-dən 2-yə düzəlmiş bir mənzil qiymət start olaraq 385 min manatdır. Ciddi alıcılar üçün endirim olacaq. Diqqətinizə görə təşəkkür edirəm.